Bugün instinktiv manevr etmə sindromundan danışmaq istəyirik. Baxın, qabaqda yük maşını durub. Biz sol zolağı götürürük. Güzgüyə baxırıq, sağdakı avtomobil elə sağdan bizim aramızdan keçib gedir. Qazdan ayağımızı çəkməsəydi, hadisə olacaqdı. Fikir verin. Allah Taala bəzi insanları baxan ama görməyən yaradıb. Bu avtomobil qabağında yük maşını görür, amma bizim arxamızca sol zolağı götürmür. Bakıda avtomobil sürmək üçün hardasa psixoloq olmaq lazımdır ki, bunların səhv hərəkətlərini vaxtında başa düşəsən. Yəni, sözümün canı odur ki, instinktiv manevr etmə odur ki, əgər qarşıda belə bir yük maşını ya avtobus durubsa, o dəqiqə güzgüyə baxın. Güzgüyə baxın, əgər kimsə araya girirsə, qazdan ayağınızı çəkin və instinktiv manevr etmə sindromundan canınız qutarsın. Diqqətinizə görə çox sağ olun.